Bugün bizim gözəl sənətkarımız, gözəl əmmimiz, dəyər verdiyimiz həqiqətən böyük şəxsiyyət bizim qonağımızdır. Özü də elə bir gözəl günə təsadüf edib ki, Torpaq çərşənbəmizdə gəldi. Axır çərşənbədə. Tacir əmi, mən öz növbəmdə sizi və sizin ailənizi, sizin qohumlarınızı və dünya Azərbaycanlılarını həqiqətən bu bayramını təbrik edirəm və sizdən də bir kəlmə eşitmək istəyirəm. Siz də təbrik eləsəz bizim üçün çox xoş olar. Mən də ilk özlə demək istəyirəm ki, mənim neçə illərdir ki, Pünhan mənim saç ustamdır. Mənim saçımı həmişə Pünhanın yanında düzəltdirirəm. Çox gözəl, ondan razıyam. Allah ona dəyməsin və elə Pünhanın öz sözü olmasın bu günlər və elə çərşənbədir. Çərşənbə günü münasibəti ilə mən Pünhanı, onun ailəsini, balalarını, iki gözəl qız balası var. Onları təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Sən həm yaxşı oğlansan, həm yaxşı atasan, həm yaxşı dostsan. Sənə can sağlığı arzulayıram və neçə belə bayramlar keçməyi arzulayıram sənə. Çox sağ olun. Mən də sizi tanıdıqca həqiqətən Tacir əmi, mənim üçün çox xoşdur. Siz həqiqətən böyük insansınız, böyük sənətkar olduğunuz kimi də böyük də insansınız, həqiqətən. Sadəliyinizlə də bizim hamımızın həqiqətən qəlbini fəth edirsiniz, öpürəm sizi. Bayramınız mübarək olsun. Sağ olun, minnətlər, çox sağ olun.